Orası. Baxmayın, bir iki sən tərəf. Beşindən elə söhbət deyil. Hə, nəsə. Hancock kimdir? Belə süper qəhrəman da, amma adi süper qəhrəman. Will Smith onu oynayır. Amma adi süper qəhrəman deyil. O sanki o The Boys'a baxıbsınız da. Yox. Baxmamışım. Homelander zat. Eşitmişəm, baxmamışım. Ya o sanki The Boys'dan əvvəlki The Boys idi də. DC-dən Marvel-da. Yo, o sanki yəni süper qəhrəman romanların styobu idi da belə. Hansında? Marvel-da, DC-dən. Heç birisinə aid deyil. Ayrıca. Orijinal idi. Orada yəni sanki belə indiki Superman idi o. Yəni öz dünyasında Superman idi. Problem var da. Şey deyirsən, Hancock çoxlu araq içir. Özünü normal aparmır. Ha. Yəni qısaca bilirsən, sanki belə də bir dənə dünyanın ən dözülməz adamına super gücləri verdilər də sanki. Başa düşdün də. Belə də yarım yamalaq hə. Və bir dənə adam. Osturağa basmaya heç nə başa düşmür. Super qəhrəman olmaq istəməyən birində super qəhrəman gücləri verir. Yox, o yəni super qəhrəmandan doğulmuşdu, amma o gücləri istəmir. Hə, istəmir, nəticədə. Mən Osturağa başlayıram. O bir dənə adam da ondan qəhrəman eləmək istəyir, doğurçu. O arvadı ilə tanışdığı və bildiniz ki, onun arvadı əslində Hancock'un arvadıymış. O qadının özündə super gücləri var. Sol deyir. Ciyar qalar ya bunda. Oyundur yoxsa filmdir? Film. Orada indi bax bu səsləri qoyarsan YouTube bu Hancock'un arvadı. Baxma da, adamlar buna baxar. Adamlar xoşuna gəlir. Biz bir avro olacağıq. Orası. Qulaq asın.